niyə məsəl üçün də Bookingdən belə deyim, otel seçib almamalıyıq? Bookingdən otel seçib almamalıyıq. Niyə? Çünki bayaq da vurğuladım. Məsələn, onlayndan aviabilet alanda bileti alır, aeroporta gedir. Məsələn, nüansda fikir verilməyib, bagaj yoxdur, bagaj üçün əlavə pul. Bookingdə də eyni şərtlər keçərlidir. Yəni, Bookingdə otelin qiymətinin altında vergilər daxil olmur. Məsələn, aeroport otelə giriş edəndə məsələn vergilər istəyirlər. Məbləği hesablayanda, toplayanda görürsən ki, böyük bir məbləğə gəlib çıxır. Mən əslində mən qarşılaşmışam ondan. Qarşılaşmışam ondan. Mən aldım bir dəfə oradan getdim. Mən dedi ki, orada şəhər vergisi, nə vergisi. Yəni şəhər vergisini istəsələr, şəhər vergisi elə də böyük məbləğ olmur. Yəni uzaq başı $1, $2, bir gecəsə 1-2, maksimum $5 qədər dəyişir. Amma elə şəhərlər var ki, məsələn, Birləşmiş Ərəb Əmirlikləri, məsələn, Bookingdən oraların otellərini alanda o vergilər, dövlətin tətbiq elədiyi vergilər, yəni şəhər vergisi belə deyək də torpaq bastı sayılır. Belə qədim dillə desək. Amma dövlətin tətbiq elədiyi bu vergilərin heç biri qiymətin içinə daxil olmur. Girsən, bir çek, qəbz verirlər ki, filan bunları da ödəməlisən. Məsələn, toplayanda hardasa bir əlavə bir 10%, 12% qədər məbləğ gəlir. Əslində agentliklərdə amma biraz fərqlidir. Agentlər iş elə qurulur ki, məsələn, böyük tur operatorların üzərindən iş gedir. Hansı ki, belə deyək, Booking bir otellə, Bookingdən pərakəndə satış sayılır. Aldığın məhsul, aldığın otel pərakəndə sayılır. Belə satış dili ilə danışsaq. Amma agentliyə gəlib almaq istəyəndə sən artıq birbaşa toplantıya gəlmirsən sayılır. Yəni, çünki həmən otel üçün agentliklər müəyyən bir platformada birləşib, məsələn, həmən otelə, belə deyək, Bookingdən daha çox gecələmə verirlər və ona görə də qiymət nisbəti aşağı olur. Sadəcə olaraq biz baxırıq ki, qiymət aşağıdır, digər məsələlərdə, amma orada da nüanslar var, vizual var, bir də orada da nüanslar var. Məsələn, elə otellər var ki, belə deyək, tam professional yanaşmırlar, agentliklərlə belə deyək, birbaşa özü müştərinin işləməyi seçir. Amma işinə professional yanaşan otellər, məsələn, satışı təqdim edirlər ki, siz satın, mən xidmətimə baxım. Bir var, həm satışa baxasan, həm xidmətə baxasan, ortada nəsə nüanslar yaranır. Amma satışı təqdim edir tur operator tərəfinə, özü ancaq xidmətinə baxır. Mən xidmətimi yüksək tutum, gələn qonağım məndən razı olsun.